Bilirdinizmi ki, Monqolistan, Qırğızistan, Anqola və Nepalda Azərbaycandan dəfələrlə aşağı adam başına üdmə malik olan ölkələrdə aylıq uşaq pulu verilir. Monqolistan 18 yaşadək hər uşağa 30 dollar, Qırğızistan yoxsul ailələrə 14 dollar, Anqola kasıb bölgələrdə 10 dollar verir və tortun üzərindəki gilas olan Nepalda, Asiyanın ən yoxsul ölkələrindən birində, dövlət əsrlər boyu təcrid olunan və cəmiyyətdən kənarlaşdırılan dalitlərin, yəni toxunulmaz sinifindən olanların uşaqlarına aylıq 3 dollar verir. Bəli, həmin murdar sayılanların uşaqları üçün belə aylıq heç olmasa bir pul ayrılır. Halbuki Azərbaycan neft gəlirləri və daha yüksək üdmi ilə uşaq pulu vermir. Mövcud ödənişlər isə bir dəfəlik və ya dar hədəflidir. Belə çıxır ki, kiçik büdcəli ölkələr ailələri sistemli dəstəkləmək üçün imkan tapır. Bu dövlət isə öz balasının haqqını tələb edən ailə başçısını kişi hesab etmir. Bilirsiniz niyə? Hacı Bala Abutalibov kimi məmuru olan bu dövlətin kişilərlə problemi var. Nəinki kişilərlə, kişiliyin özü ilə.